Burada satışa çıxan növbəti avtomobil Peugeot 308 markalı avtomobildir. 2008-ci il buraxılışdır. Maşının sahibi yanımızdadır. Qardaşım, bunun qiymətini necə deyirsən? 9,5 deyirəm, amma razılaşmaq var da. Razılaşma yeri olacaq. Vırıq, udar, çıxıq, batır. Belə udarı vırığı yoxdur, yüngüvari, yəni kosmetik qışları olubdur bu ferdə falan. Bir də damında bozarma var, o da orijinal kraskasında dəyişdirilmir. Hə, öz kraskasıdır, bazı bozarı, xəstəlan belə. Yəni hər şey qaydasında. 1.6-dır, avtomat korobkadır. Yəni içi falan hamısı sərqəli, cəmsi 175 min orijinal probegi var. Yəni xanım sürübdür. İçindəki qırmızı detallardan da göründüyü kimi 6-7 aydır məndədir öz avtomobilim. Nə qədər yol getmişdi? 175 min cəmsi. Kondisioner zad işləyir də hər şey. Hər şey qaydasında, hər şey. Avtomat korobka. Sərqəli. Keyfiyyət də bax görürsünüz. Görünür bax. Onu qeyd eləyək ki, bu 308 306-dan keyfiyyətcə daha yaxşıdır. 306 da daha yaxşı modeldir. Sadə sistemdir bunlarda. Rahat işlənməsi, bagaj hissəsi də genişdir, rahatdır. Bir dənə buradan salonun obşu görüntüsünü götürüm mən. Belə bir görüntüsü var. Geniş maşındır. Hatchback modeldir, çox da yaxşıdır. Maşın sahibi də garanti verir. Deyir ki, mənim maşınım var, hər şeyinə cavab deyir. Düzdürmü qardaş? Təkərlər də təzədir bu. Təkərlər təzədir, 1000 kilometr falan yol edib cəmsi. Nə qədər işlədir 100-ə? 100-ə şəhər içi işlədir 8 litr, uzaq yolda 4,5, 5, 6 maksimum verir. Mən özüm Trabzona gedib gəlmişəm, bundan 4,5 benzin işlədir. Əla. Allah xeyir versin. Bir də əlaqə nömrəsi deyin. 9500. Bax elə müştəri də oradan baxır. Gəlsin, baxsın. Kim də istəsə maşın satışdadır. Allah xeyir versin. Qardaşlar, bir dənə belə gözəl Ford Fusion çıxıb satışa. 2019-cu il, full salondur, limited. 4 dənə sıfır təkər altında. Uzaqdan kodlanması, lüku, dəri salonu, steni qızdırıcısı, start stop, monitor. Yəni hər bir özəlliyi vardı. Ən fulludur da. Qapılarda sensorla qapının açılması, əl izi tanıma, xətt tanıması, qırmızı işıq kodla yapması, avtostop. Yəni maşında hər bir özəllik vardır. Full salondur. Təcili çıxıb satışa, təcili qiymətə. Yəni başda belə bu qiymətə yoxdur. Arka stoplarına da baxın, yəni bu yeni modeldir, 20 modeldir, 2019-20 modeldir. Pasport 18-dir, amma 2019-20 modeldir. Qiyməti 21.500 azayın, qardaşlar, təzli satılır. Əlaqə nömrəsini qeyd edirəm, 060 560 75 75. Burada satışa salan ilk avtomobilimizi paylaşırıq. Vaz 2107 markalı avtomobildir. 2008-ci il buraxılışdır. Maşının sahibi yanımızdadır. Qardaşım, bunun ili neçədir? 2008. Qiyməti neçə deyirsən? Qiyməti 6000. Təkərlər təzədir. Vırığı, udarı, çürüyü. Vırığı, udarı yoxdur yəni maşın. Diferdə səs. Səs yoxdur. Aha. Belə sərbəst görünüşü var. Şöyle yine salonu göstereyim. Köşe sərbəst salonu var. Dünyada olmasa tokun. Aha. Köşe baxımlıdır. Qiyməti neçə deyirsən? 6000. 6000. Burada əlaqə nömrəsi var. Buradan baxıb əlaqə saxlamaq olar. Endirim necə? İndirim elə olmaz yəni. Sonum deyirəm 6000. İndi baxarıq da alanız. Aha. Qiymətdə də və endirim eləyəcək. Allah xeyir versin. Sağ olun.